Salam əziz dostlar. Bildiyiniz kimi biz Qurban Bayramında 100 dənə pay hazırladıq. Amma bu tam deyildi. Deməli 11 ailəyə biz pay verə bilməmişdik. Bu gün onu hazırladıq. İyunun 15-i. 6 pay hazırlanıb. Növbəti 5 pay da gələn həftə inşallah hazırlanacaq. 2024 manatlıq ərzaq alınmışdı. Ondan 954 manatı ödənişi edilib. Yerdə qalan 1070 manat borc kimi bizim hesabımızdadır. Kimlə dəstək göstərə bilsə bundan sonra elə bir savabdır da yerində qalır. Siz ödənişinizi edirsiniz, savabınızı əldə edirsiniz. Allah köməyiniz olsun. Nə qədər tez bir zamanda həmin o borcu sıfırlasaq, bu o qədər yaxşıdır ki, gələcəkdə də başqa bir ailələrə biz digər köməklikləri də eləyə bilərik. Allah köməyiniz olsun, Allah cibinizə bərəkət versin.